Adam iş görəndə Allahın yolunda gözləntisi olmaz. Gözləntim varsa, deməli Allah yoxdur. Bu ayələrdir, mənim sözüm deyil. La nuridu minkum cəzaən və la şükura deyənlərin övladıyıq. Və yaxud övladları olmalıyıq. Onlar kimdir? Onlar Əhl-i Beytdir. Yedilər yox, yedirtdilər, ac qaldılar, yedirtdilər. Amma axırda heç təşəkkür də gözləmədilər. Bilirsiniz, bu adı Allah nəyə çəkdi önə? Allah onu çəkdi önə ki, adam o ən həssas anında bir nəfərə diqqət edir və yaxşılığı edir. Orada daha çox gözlənti olur ki, mən özümü çətin vəziyyətə salıb səni çətinlikdən çıxartmışam. Sən mənə indi diqqət eləmirsən? Əhl-i Beyt heç istəmirik də sizin diqqətinizi. La nuridu minkum cəzaən və la şükura. Diqqət bu həddə, təşəkkür də istəmirik. Allah. Və Əhl-i Beytin ruhunun əzəmətidir. Bu söhbətlərin elmə nə qədər yeri var, nə qədər boşluq var.